Salam hörmətli izləyicilər, xoş gördük sizləri Lal Ördəklər TV kanalından. Əziz izləyicilər, dünən Lal ördəklərimizin bir hissəsi çıxmışdı Krasnodar sortunun. İndi isə yarısı çıxıbdı, gedəyin onu birlikdə yığağın. Deməli əziz izləyicilər, gördüyünüz kimi Lal ördəklərimizin yarısı da çıxıb. Biricənə yığağın qabımıza. Deməli, dünən 6 idi, 4 idi, yadımdan çıxdı. 4 idi deyəsəm, 1, 2, 3, 4, 5, 6 da burada. Burada da çıxanlar hələ. Biraz qoy yumurtanı bir işıqda baxaq. Bu yumurta deməli əziz izləyicilər, digər ördəyində 3 dənəsi gətirmişəm bura. Toyuqlar bilməm danışmışdım sizə. Ördək duranda girif altında qırmışdılar. 3 dənəsi qalmışdı. Birində tərpəniş var, ikisində bilmirəm nə olacaq. Elə bax, buna baxın. Burada da bax, partlamış biri yumurtlayır. Partlamış solu yuva qazıb çıxmağa. Bir edək. Bu yumurtasını qoyaq bura. Yumurtlayacaq. Burada da bir ördəyimiz artıq yatdı. Belə, qoy ana geçsin, orada yumurtalar var, onların üstündə yatsın, görək nə olur. Baxın. Belə. İndi gedəyin əziz izləyicilər bunları. Baxın, bunları boşaltmağa. Görək orada neçə dənəsi çıxıbdı. Belə. Deməli əziz izləyicilər, gördüyünüz kimi burada çıxanlar da var əvvəldən. Bunları da buraxaq bura. Onların yanına. Böyle. Burada da yem qablarıdır. Götürək yem qoyaq. Belə. Deməli 4 dənə də orada çıxmışdı. 10 dənə çıxdı. 3 dənə də o bisindən idi. Belə. İstədim çəkəm, bax göstərəm sizə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sağ olun, salamat qalın əziz izləyicilər.